Herkese salam. Bugün süpermarkette kiçik bir Çin dili dersi keçirik. Gündelik həyatda en çok istifadə etdiyimiz tərəvəzlər Çince necə adlanır? Gəlin birlikdə baxaq və tələffüzümüzü yoxlayaq. Tu dao, Hong tu dao, Yanzong, Da suan, Qinjiao, Hongjiao, 黄椒、辣椒、西葫芦、茄子、胡萝卜、黄甜菜、西红柿、黄瓜. Gördüğünüz kimi Çin dilini öğrenmek süpermarkette gezmek kadar eğlencelidir. Çin dilini benimle asan yolla öğrenmek ve bu tip faydalı videoların davamlı olmasını istəyirsinizsə, səhifəmi izləməyi unutmayın. Hələlik.